Tədbirlər həyata keçirilib, nələr baş tutub, hamısını qonağımızla ətraflı müzakirə eləyəcəyik. Əziz tamaşaçılar, qonağımız Azərbaycan Respublikası Audio-Vizual Şurası aparatının hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ayxan Sadıqlıdır. Ayxan bəy, xoş gördük. Sabahınız xeyir. İlk öncə mən də hər birinizi salamlayıram və bu qədər aktual olan bir məsələ ilə bağlı efir vaxtı ayırdığınız üçün təşəkkür edirəm. Ümumiyyətlə, uşaq hüquqlarının müdafiəsi məsələsi kifayət qədər aktual məsələlərdən biridir və əvvəl də aktual idi, bundan sonra da aktual olaraq qalacaq. Qeyd etmək istərdim ki, 1989-cu ildə BMT tərəfindən uşaq hüquqları haqqında konvensiya qəbul edilmişdir və 1992-ci il 13 avqust tarixində dövlətimiz tərəfindən ratifikasiya olunmuş, 2002-ci ildə isə 2 əlavə protokola qoşulmuşuq və bu konvensiya bu sahədə olan ilk universal kodeksdir və dünyanın istənilən yerində olan uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş bir sənəddir və bu konvensiya 20 noyabr tarixində qəbul edilmişdir və bununla bağlı olaraq da hər il olduğu kimi Ombudsman tərəfindən onun təşəbbüsü ilə bu ildə 20 oktyabr, 20 noyabr tarixləri arası uşaq hüquqları aylığı elan edilmişdir. Qeyd etmək istərdim ki, Audio-Vizual Şura da digər dövlət qurumları kimi bu sahədə fəaliyyətini davam etdirir. Audio-Vizual Şura özü audio-vizual media sahəsində tənzimləyici qurumdur. Fəaliyyəti media haqqında Azərbaycan Respublikası qanunu ilə tənzimlənir və əsas prioritet fəaliyyət istiqamətlərindən biri media sahəsində, xüsusilə də audio-vizual media sahəsində uşaq hüquqlarının qorunması məsələsidir. Və bu sahədə Şura tərəfindən çoxşaxəli fəaliyyət həyata keçirilir və əsas ön planda olan məsələlərdən biri də maarifləndirmə məsələsidir təbii olaraq. Maarifləndirmə ilə bağlı lokal tədbirlər aylıq çərçivəsində və aylıqdan da əlavə mütəmadi olaraq həyata keçirilir. Media subyektləri ilə, onların məsul əməkdaşları ilə maarifləndirici görüşlər və digər tədbirlər həyata keçirilir. Eyni zamanda bu sahədə görülən işlərdən biri də beynəlxalq təcrübənin öyrənilməsi məsələsidir ki, bununla bağlı da 2025-ci il ərzində Şura tərəfindən bir sıra görüşlər həyata keçirilmiş, hətta beynəlxalq konferanslar belə, necə deyim, təşkil olunmuşdur. Bu görüşlərdən biri 15 aprel 2025-ci il tarixdə Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin televiziya və radio yayımçılarının tənzimləyici qurumlarının forumudur ki, BRAF deyilir. Onun 11-ci toplantısı Bakı şəhərində keçirilmiş və burada əsas məsələlərdən biri də media xidmətlərində uşaq hüquqlarının müdafiəsi məsələsi olmuşdur ki, burada Türkiyə, Moldova, Albaniya, Rumıniya, Yunanistan və bir sıra digər dövlətlərin məsul əməkdaşları iştirak etmiş, fikir mübadiləsi aparılmış, beynəlxalq təcrübə öyrənilmişdir. Eyni zamanda qeyd etmək istədiyim məsələlərdən biri, Şura bu sahədə koordinasiyalı fəaliyyət həyata keçirir digər dövlət qurumları ilə. Xüsusilə də Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələdə əsas qüvvədir və Şura tərəfindən həm komitə ilə, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişaf Agentliyi, Daxili İşlər Nazirliyi, eyni zamanda digər qurumlarla da müvafiq koordinasiyalı çoxşaxəli fəaliyyət həyata keçirilir. Uşaqlar, Ayxan müəllim, həm də mediada mümkün qədər, kifayət qədər təmsil olunur. Mediada necə tənzimlənir qanunvericiliklə uşaq hüquqlarının qorunmasıdır, müdafiəsidir? Çünki razılaşın ki, son dönəmlərdə, son illərdə xoşagəlməz hadisələrin sayı da çoxalır. Uşaqların hüquqlarının qorunmadan onlar haqqında videoların paylanması və yaxud da ki, uşaqların özlərinin hüquqları bilmədən kontent bölüşməsi necə düşünürük? Yəni, zərərli informasiyalar, belə qeyd Audio-Vizual Şura bunların qorunması sayəsində hansı qanunvericiliklə tənzimlənir? Çox gözəl məsələyə toxundunuz. Yəni, sırf bu məsələ ilə bağlı qanunvericilik aspektləri. İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ərazisində Ali Hüquqi və Malik Sənəd Azərbaycan Respublikasının konstitusiyasıdır və konstitusiyamızın özünə məxsus
cəhətlərindən biri kifayət qədər insan hüquq və azadlıqları ilə bağlı normalarla zəngin olmasıdır və Konstitusiyamızın 17-ci maddəsi birbaşa olaraq uşaq hüquqlarının müdafiəsinə yönəlib və digər normativ aktlar da nəzərdə tutulan normalarında fundamental bazası həmin Konstitusiyanın normalarıdır. Və qeyd etmək istərdim ki, bildiyiniz kimi 2021-ci ildə media haqqında Azərbaycan Respublikası qəbul olunub və 2022-ci ilin fevralın 8-də qüvvəyə minib və bu sənəddə kifayət qədər dediyiniz məsələləri tənzimləyən normativ yanaşma normalar mövcuddur. Belə ki, həmin qanunun 4-cü maddəsində dövlətin vəzifələri təsbit olunmuşdur ki, burada qeyd olunur ki, dövlətin media sahəsində əsas vəzifələrindən biri istifadəçilərin, xüsusilə də uşaqların zərərli informasiyadan qorunmasıdır. Eyni zamanda qanunun 14-cü maddəsi sizin vurguladığınız kontent məsələsi, mediada yayımlanan və dərc olunan informasiyaya dair tələbləri özündə əks etdirir və burada uşaqların zərərli informasiyadan qorunması məsələsi ayrıca bir norma kimi təsbit olunmuşdur. Digər bir məsələ isə uşaqların şəxsiyyət toxunulmazlığı hüquqları ilə bağlıdır ki, bu qanunun 15-ci maddəsində öz əksini tapıb. Bu orada qeyd olunur ki, təqsirləndirilən, zərər çəkmiş və ya şübhəli şəxs olmasından asılı olmayaraq uşaqların, 7 yaşına yəni çatmayanların və onların qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti hər hansısa bir məsələ ilə bağlı açıqlana bilməz. Bəli, qeyd etdiyiniz kimi bəzən pozuntu halları da olur və bununla bağlı audiovizual media subyektlərinə münasibətdə Şura tərəfindən tənzimləmə həyata keçirilir və 2025-ci il ərzində də bu qanun və uşaqların zərərli informasiyadan qorunması haqqında qanun var ki, burada da informasiyanın təsnifatı, uşaqlar üçün qadağan olunan informasiya və sair məlumatlar öz əksini tapıb. Bu iki qanunun pozulması ilə bağlı Şura tərəfindən kifayət qədər sanksiya tədbirləri də həyata keçirilib və bir sıra media subyektlərinə münasibətdə protokollar tərtib olunub, rayon şəhər məhkəmələrinə göndərilib və eyni zamanda İnzibati Xətalar Məcəlləsinin əsasında bir sıra media subyektləri cərimə sanksiyası onlara tətbiq olunub. Amma dediyim kimi, bu kimi məsələlərdə əsas rolu yenə də maarifləndirmə məsələsi oynayır. Müəyyən qədər düşünürəm, Ayxan müəllim, burada qanunların tənzimlənməsi ilə yanaşı valideynlərin də üzərinə məsuliyyət düşür ki, bu zərərli informasiyadan qorunmaq üçün birbaşa nəzarət lazımdır. Necə düşünürsünüz? Bu, siz dediyiniz kimi kompleks yanaşmadır. Biz yəni hüquqi tənzimləmə və eyni zamanda valideyn nəzarəti məsələsinə kompleks şəkildə tətbiq eləməliyik ki, hər hansı bir nəticəyə varaq, çataq və qeyd etdiyim kimi birinci növbədə səmərəli normativ baza lazımdır ki, hal-hazırda var o baza və müasir tendensiyalar, müasir texnologiyaların inkişafı fonunda həmin normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər görünür. Digər bir məsələ tənzimləmə məsələsidir ki, pozuntu halları ilə bağlı dövlət orqanlarının, yəni kontentə münasibətdə pozuntu halları ilə bağlı dövlət orqanlarının operativ reaksiyası məsələsi, yəni həmin reaksiya məsələsi də təmin olunub. Digər bir məsələ isə dediyiniz kimi valideyn nəzarəti məsələsidir. Bu kifayət qədər böyük rol oynayır bu məsələdə. Yəni valideyn nəzarəti belə deyərdim ki, bu problemin həllində tamamlayıcı rollardan birini oynayır. Birbaşa həllində vacib. Bəli. Və bunun üçün də sırf media kontekstində, media müstəvisində nəzərdə tutulanda media savadlılığı məsələsi ön plana çıxır və yəni valideyn nəzarətinin təkmil və daha effektiv olması üçün media savadlılığı həm valideynlər üçün, həm uşaqlar üçün, ümumiyyətlə cəmiyyətimizin hər bir fərdi üçün media savadlılığı məsələsi önəmlidir. Yəni müasir texnologiyaların inkişafı fonunda fake newslar və digər məsələlər çoxalıb və media savadlılığının yüksək olması, informasiyanın səhihliyinin yoxlanılmasında, eyni zamanda hər hansısa bir kontentə valideyn, uşaq və yaxud digər bir şəxs olsun, tənqidi mövqedə dayananda onun yararlı və yaxud yararsız informasiya olduğunu, zərərli və yaxud zərərsiz informasiya olduğunu daha yaxşı anlamaq olur. Təşəkkür edirik. Təşəkkür edirik Ayxan müəllim. Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Hüquq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşı Ayxan Sadıqlı proqramımızın qonağı idi. Uşaq hüquqları aylığı çərçivəsində önə çəkilən məsələlər barəsində müzakirə apardıq. Təşəkkür edirik Ayxan müəllim. Minnətdarıq gəldiyiniz üçün. Çox sağ olun. Biz davam